Əsrlər boyu ən böyük zəkaları düşündürən suallar, məkan, zaman və mövcudluğun sirləri bugün də bəşəriyyətin ən dərin bilməcələrindəndir. Astrofizikləri gecələr oyaq saxlayan bu suallar bizi kainatın ən gizli qatlarına aparır. Gəlin bu sirləri addım-addım açmağa çalışaq. Planetlər, ulduzlar və qalaktikalar görünən kainatın cəmi 5%-ni təşkil edir. Qalan hissə isə təxminən 25% qaranlıq maddə və 70% qaranlıq enerjidən ibarətdir. Qaranlıq maddəni nə görmək, nə toxunmaq, nə də işıqla müşahidə etmək mümkün deyil. Onun mövcudluğu yalnız görünən maddəyə təsir edən cazibə qüvvəsindən bilinir. Əgər qaranlıq maddə olmasaydı, qalaktikalar dağlardı. Çünki görünən maddənin cazibəsi onları bir yerdə saxlamaq üçün kifayət deyil. Bu görünməz maddə kainatın quruluşunu formalaşdıran əsas qüvvələrdən biridir. Qaranlıq maddənin varlığı cazibə linzalanması adlanan hadisə ilə sübut olunur. Məsafədəki obyektlərin işığı görünməz maddənin cazibəsi altında əyilir və bu sanki kosmik böyüdücü şüşə effekti yaradır. Onu birbaşa görməsək də, bu təsir qaranlıq maddənin mövcudluğunu inkar olunmaz edir. Qaranlıq enerji isə daha müəmmalı qüvvədir. Onun təsiri kainatın getdikcə artan sürətlə genişlənməsində özünü göstərir. 1929-cu ildə Edwin Hubble uzaq qalaktikaların bizdən daha sürətli uzaqlaşmağını kəşf etdi. Bu kainatın yalnız genişlənmədiyini, eyni zamanda bu genişlənmənin sürətləndiyini göstərirdi. Qaranlıq enerji cazibəyə əks təsir göstərir və sanki məkanın öz xüsusiyyətidir. Məkan genişləndikcə o da artır. Elm adamları bu iki fenomenin təbiətini hələ tam izah eləyə bilməyiblər, amma bu kainat haqqında biliklərimizin hələ başlanğıc mərhələsində olduğunu göstərir. Kainatdakı sirlərdən biri də antimaddədir. Hər hissəciyin öz əksi antifiziki mövcuddur. Elektronun pozitronu, protonun antiprotonu. Maddə və antimaddə toqquşduqda bir-birini məhv edir və yalnız enerji, fotonlar qalır. Əgər kainatda mükəmməl simmetriya olsaydı, maddə və antimaddə bir-birini tam məhv edərdi. Amma biz mövcuduq. Deməli, maddə cüzi dərəcədə üstün olub. Bu asimmetriya nəticəsində hər milyard cütdən yalnız bir maddə hissəciyi qalıb və o, kainatı yaratdı. Bu fərqin səbəbi hələ də izah olunmayıb. Serində aparılan təcrübələr antimaddənin davranışını öyrənərək bu sirri açmağa çalışır. Amma sual qalır. Niyə kainat antimaddə yox, maddə üzərində qurulub? Niyə heçlik deyil, mövcudluq var? Müşahidə olunan kainatın radiusu təxminən 46 milyard işıq ilidir. Amma bu yalnız görünən hissədir. Bəlkə də onun hüdudlarından kənarda sonsuz məkan uzanır. Ola bilsin kainat sonsuzdur, yaxud çoxölçülü sfera kimi öz içinə qapanıb. Hara getsən, sonda başladığın yerə qayıdırsan. Qara dəliklər kainatın ən ekstremal obyektləridir. Onların mərkəzində təkillik, yəni fizika qanunlarının işləmədiyi nöqtə yerləşir. Hadisə füqünü keçən heç nə, hətta işıq belə qayıda bilmir. Orada məkan və zamanın rolları dəyişir, hər yol təkilliyə aparır. Qara dəliklər yalnız 3 parametrlə xarakterizə olunur. Kütlə, elektrik yükü və fırlanma. Lakin məlumat paradoksu göstərir ki, kvant mexanikası ilə nisbilik nəzəriyyəsi bu nöqtədə toqquşur. Məlumat itə bilməz, amma qara dəliklər onu sanki udur. Bəzi nəzəriyyələr qara dəliklərin digər kainatlara keçid qapısı ola biləcəyini iddia edir, amma bu hələ sübut olunmayıb. Kainatın başlanğıcı böyük partlayışla başladı, yəni məkan, zaman və maddənin yaranma anı. Bu boşluqda baş verən partlayış deyildi, məkanın özünün genişlənməsi idi. Əvvəlcə kainat sonsuz dərəcədə isti və sıx idi. Soyuduqca protonlar, neytronlar və atomlar formalaşdı. Onlardan isə ulduzlar, qalaktikalar və nəhayət biz yarandıq. Böyük partlayışdan təxminən 380 min il əvvəl kosmik mikrodalğa fonu yarandı. Yəni kainatın uşaqlıq şəklini göstərən qalıq istilik. Böyük partlayış nəzəriyyəsi çox şey izah edir, amma hələ cavabsız suallar qalır. Partlayışdan əvvəl nə vardı? Bizim kainat yeganədirmi, yoxsa çoxlu kainatlardan biridir? Bəlkə də ən böyük sir budur. Kainat özü-özünü dərk edən bir varlıq formalaşdırıb, yəni bizi.